Natural ədədlər sayma zamanı istifadə etdiyimiz ədədlərə natural ədədlər demiş olurduq. Biz natural ədədləri iki qrupa ayırdıq. Hansılardır bunlar? Biri tək cüt olaraq bölürdük biz burada. Bunu sadə və mürəkkəb olaraq bölürdük. İndi deyəcəksən ki, müəllim, burada tək cüt nə var ki, sadədir. Məsələlərdə bizə deyir ki, 3 ardıcıl tək ədədin cəmi məsəl üçün filan ədəddir. Elə misallarda düzü sadə üsul var, yəni cəmi sayına bölürsən, cavabı alsan. Və yaxud da ki, burada açıq sual olsa əgər biz orada ətraflı yazmalıyıq və dəyişənlə ifadə etməliyik. Tək ədəd olacaqdır 2n plus 1 və ya 2n plus 3 şəklində bölmüş olacağıq. Burada nədir məsələ? Dəyişənin əmsalı cüt olmalıdır və üzərinə gəldiyimiz ədəd isə tək olmalıdır və ardıcıl tək olmalıdır. Məsələn, şərtdə deyir ki, 3 ardıcıl tək ədədin cəmi. O zaman biz nəyi götürürük? 2n plus 1 üstə gəlsin, 2n plus 3 üstə gəlsin, 2n plus 5 ifadəsini götürmüş olacaq. Bunlar ardıcıl tək ədədlərimiz olacaqdır. Sonra bərabər eləyəcəyik hansı ədəddirsə, ondan sonra başlayırıq n-i tapmağa. Cüt ədədlərdir nədir məsələ? Sadəcə burada 2n, 2n plus 2, 2n plus 4 yenə də dəyişənin əmsalı cüt olmalıdır. Məsələn, 4n də olar, 6n də olar. Və üzərinə gəldiksə cüt ədəd olmalıdır və ya 0 da ola bilər və ya -2, -4 də ola bilər. Fərqi yoxdur. Və ya qısa üsul da var. Məsələn, deyir ki, bizə 3 ardıcıl cüt ədədin cəmi 60-dır. O zaman 60-ı sayına bölürük, ortadakı ədədi alırıq. Yəni 20, sonraki olacaq 22, əvvəlki olacaq 18. Amma açıq suallarda, ətraflara tələb olunanlarda yuxarıdakı dəyişənlərlə ifadə etməliyik. Bəs sadə ədədlər nədir? Sadə ədədlər deyəcək ki, yalnız 2 dənə böləni olmuş olsun. Məsələn, 5. 5-i həm 5-ə bölə bilirik, həm də 1-ə bölə bilirik. Bu zaman bunun 2 dənə böləni olduğu üçün, 2 fərqli böləni olduğu üçün sadə ədəd demiş olacaq. Bəs mürəkkəb ədəd nədir? Mürəkkəb ədədin 2-dən çox böləni olsun. 3 də olar, 4 də olar, 5 də olar, 6 da olar, fərqi yoxdur. Bəs yaxşı, buna bir də misal, ən kiçik mürəkkəb ədəd 4 məsələn. 4 4-ə bölünəcək, 4 2-yə bölünəcək, 4 1-ə bölünmüş olacaq. Baxırıq ki, buradan 3 dənə fərqli deməli, natural böləni var. Bu zaman biz buna deyirik ki, mürəkkəb ədəd olmuş olacaq. Biz natural ədədləri tam şəkildə böldük tək və ya cüt ədədlərə. Məsəl üçün, natural ədədlərin hər birisi ya təkdir, ya cütdür. Eyni qayda sadə mürəkkəbdə də belədir. Sadəcə 1-i biz istisna kimi göstəririk. Çünki 1-in bircə dənə böləni olduğu üçün nə sadəyə uyğundur, nə mürəkkəbə uyğundur. Onda 1 nə sadədir, nə mürəkkəb. Ardıcıl natural ədədlərdir və bunlar sadə ədədlərdir. Məsələn, A-nı B-ni verib, sonra deyir ki, A, B-ni topla və ya misalda tətbiq elə deyibdir. Ardıcıl sadə ədədlərimiz, biz burada ardıcıl deməyi, yəni mütləqdir ki, ya biri cüt olsun, biri isə tək olmuş olacaq. Cüt olan burada 2 olmuş olacaq, təkdəki 3 olmuş olacaq. Başqası yoxdur da. Deməli, biri 2-dir, biri 3-dür. Sonra da tətbiq edib cavab alardıq. AB üzəri xətlə AB-nin arasındakı fərq nədir? AB əgər üzərində xətt yoxdursa, AB-də məhdudiyyət yoxdur. İstənilən qiyməti ala bilir. A-ya 100 də verərəm, 1000 də verərəm, 0,5 də mənfi ədəd də verərəm, 0 da verərəm. Fərqi yoxdur. Burada məhdudiyyət yaranmır. Amma burada AB üzəri xətt o deməkdir ki, neçə dənə dəyişən varsa, həmin sayda rəqəm olmuş olacaq içərisində. Məsələn, 2 dənə rəqəm varsa, 2 rəqəmli bir ədəddir. Ən kiçik 2 rəqəmli ədəd 10, ən böyük 2 rəqəmli ədəd 99 olacaqdır. Görürük ki, A ən kiçik 1 aldı, ən çox 9 aldı. 1 ilə 9 arasında qiymətlər alacaq. B isə 0 ilə 9 arasında. C olsaydı əgər ən kiçik 3 rəqəmi 100, ən böyük 3 rəqəmi 999. Görürük ki, C də 0 ilə 9 arasındadır. Məsələ nədir? Birinci gələn dəyişənimiz 1 ilə 9 arasında qiymətlər alır, 0 almır. Amma sonraki dəyişənlərimiz isə 0 qiymətini almış olacaqdır. Üzəri xəttlərdə 2 tip misallar olur. Birincisi, AB üzəri xətt bərabərdir. Məsələn, bizə versin 3A, üstə gəlsin 4B məsələn. Belə olan halda biz bunu nə edirik? Bunu mərtəbələrin cəmi şəklində açırıq. İbtidai sinifdən bəri biliryəsində 23-ü biz yazırdıq. 2 vurulsun mərtəbə qiyməti. Mərtəbə qiyməti 10-luq olduğu üçün 10-a vururuq. 2 vurulsun 10, üstə gəlsin 3 vurulsun. Təhlildir deyə ən kiçik tək ədədə vururuq, yəni 1-ə. O da olacaq elə 3 vurulsun 1. Burada da eyni qayda açırıq. A-nın mərtəbəsi 10-luqdur. 10 A, üstə gəlsin B-nin mərtəbəsi təhlildir, yəni təkə vururuq. Ən kiçik tək ədəd, o da B verəcək. Bərabərdir 3 A üstə gəlsin 4B-yə. Buradan da 3A ilə B-nin yerlərini dəyişirik. Olacaqdır 10A çıxılsın 3A bərabərdir 4B çıxılsın B qiyməti. Yerlərini dəyişəndə işarələri dəyişir. 10A-dan 3A-nı çıxıram. Bizə verəcək 7A bərabərdir 3B-yə. Bundan sonra isə artıq K-lara keçirik. İndi bu misal tipində nədir məsələ? Sadəcə dəyişənlərdən ibarətdir. Elə olanda biz nə edirik? Eyni dəyişənlər bir tərəfə, digər dəyişənlər isə başqa bir tərəfə keçiririk. Sonra isə bu hala gətirib buradan K-lara keçirik. A olacaq qarşı tərəfin əmsalının K misli, yəni 3K.
B də eyni qayda qarşı tərəfin kamisi, yəni 7K olacaqdır. Yəni A bərabərdir 3K-ya, B bərabərdir 7K-ya. Bundan sonra isə nə edirik? K-ya natural qiymətlər veririk. Məsələn, çünki bizdə AB üzəri xəttdir. O demək ki, burada rəqəmlər alacaqdır. Yəni A burada məsələn 3 alacaqdır, K-ya 1 versək, B olacaqdır 7. K-ya 2 versək 6 olacaq, bura 14 olacaq. Amma bu qiymətləri almayacaq. Niyə? Çünki burada 2 rəqəmliyə keçdi B qiyməti. Amma bəzən olur ki, 7 aldı, tutaq ki deyirik, bura 9 aldı, 6 aldı, şərti ödədi. 2 dənə şərti ödədi. Onda bizə misalda deyir ki, ya AB-nin ən böyük qiymətini tap, ya ən kiçik qiymətini tap və ya AB cəminin ən böyük, ən kiçik. Yəni məsələn də şərtdə deyir ki, bizə ən böyük qiymətini tap və ya ən kiçik qiymətini tap. O zaman ən böyük desə 9 6 götürürük, ən kiçik desə 7 3 götürürük artıq. İndi bizim misalımızda bir dənə qiymət ödədim. Burada 6, burada 14. Bu hissəsi ödəmir və sonrakılar da ödəməyəcəkdir. O zaman 7 ilə 3-ü almış oldu. Ədədimiz neçədir? A 3-dür, B 7-dir. Yəni ədədimiz 37 olmuş olacaq. İkinci verilmə tipində həm dəyişən olur, həm də ədəd olmuş olacaq. Bizə veribdir ki, ABC üzəri xətt çıxılsın BAC üzəri xətt bərabərdir 450 qiymətinə. Onda bunları mərtəbə qiymət şəklində açırıq. Olacaqdır 100A, 100A üstə gəlsin 10B, üstə gəlsin C çıxılsın. Burada mənfi var deyə mötərizə açıram, çünki işarələrini dəyişəcəkdir. 100B üstə gəlsin 10A, üstə gəlsin C bərabərdir 450-yə. Bunun mötərizə və mənfi var deyə işarələr dəyişir. 100B-nin əmsalında heç nə yoxdursa, o deməkdir ki, müsbətdir. Və işarəsi dəyişəcək, çıxma əməli olacaq. Burada da eyni qayda çıxma olacaq, burada da eyni qayda çıxma olacaqdır. Bundan sonra 100A-nı çıxıram 10A-nı. Alacaq biz burada 90A. 10B-dən çıxıram 100B-ni. O da mənə verəcək mənfi 90B. C-lər də burada islah gedəcək, qalacaq 450. Dəyişənlərin hamısı bir tərəfdə qalır, ədəd isə digər tərəfdə qalır. Və buradan da ortaq vurğu çıxardıram. 90 vurulsun A minus B bərabərdir 450-yə. 450-ni 90-a bölürəm. A minus B bərabərdir 5 qiymətinə. Bundan sonra artıq bizə misalda deyəcək ki, AB-nin ən böyük qiymətini tap və yaxud da ki, ABC-nin ən böyük qiymətini tap. Elə olanda C-yə siz 9 da verə bilərsiniz, 0 da verə bilərsiniz. Fərq yoxdur, 0-9 arası qiymətlər alacaq. Çünki nə olur olsun islah gedəcək, şərti ödəyəcəkdir ona görə. Burada və yaxud da ki, AB cəminin ən böyük, ən kiçik qiyməti istəyər. Məsələn nədir? Burada bir neçə qiymət şərtini ödəyəcəkdir. Məsələn, B-yə başlayaq, 0 verə bilməyəcək B-yə. Bura nəzərən 0 verə bilirik, amma digər hissəsində B birinci gəlibdir. Ona görə 0 verə bilmərik. 1-i veririk bu zaman. Ən kiçik 1 alır deyə. 1 alsa, deməli, nədən 1-i çıxıb 5 alıbdır? Bu 6 olacaqdır. 2 olsa 7-dir, 3 olsa 8-dir, 4 olsa 9-dur, 5 olsa 10 artıq olmayacaq. Çünki 2 rəqəmliyə keçdi deyə. Deməli, hansı ədədlər ola bilərmiş? 6, 1, 7, 2, 8, 3, 9, 4. Və buradan da ya ən böyük qiymət, ya ən kiçik qiymət deyəcəkdir. Və yaxud da A-nın ala biləcəyi qiymətlər cəmi istəyəcək və ya B-nin ala biləcəyi qiymətlər cəmi. Bu tip ifadələr istəyəcəkdir sizdə. Misallarda struktur bu formadadır. Bir də bu tip misallarımızda bəzən də kəsirlərlə falan verir. Məsələn, AB üzəri xətt üstə gəlsin, BA üzəri xətt falan filan. Yəni kəsirlə fərqi yoxdur. Yenə də mərtəbələr cəmi şəklində yazırsınız. Çarpaz vurursuz. Məsələn, burada da bir ifadə verilibdir. Yenə bərabər eləyib, yenə də bu hala gətirəcəksiniz. Amma misalın içərisində ədəd varsa, yəni məsələn 450 tipli və yaxud da başqa bir ədəd. Bunu sağa keçirirsiniz, dəyişənləri isə digər tərəfdə saxlayırsınız. Yəni məsələn strukturu bu formada gedir və adətən ortaq vuruqlar çıxardırıq. A bölünsün B bərabərdir 4-də 3-ə. Belə olan halda surət surətin kamisi olmalıdır. Məxrəz də məxrəzin. A bərabərdir 3K-ya, B bərabərdir 4K-ya. Və yaxud da ki, bizə 2 dənəli ifadə, 3 dənəli ifadə. Belə olan halda nə etməliyik? Deməli, görürük ki, üçü də bir yerdə bərabər deyillər. Onda eyni dəyişən axtarırıq, B dəyişənini axtarırıq. Və əmsalların biz əkobunu hesablayırıq. Əkobu birazdan deyəcəyik, amma yenə də biz bilirik. Elə bir ədəd tapmalıyıq ki, ən kiçik olsun, 3-ə və 4-ə bölünən ədəd olsun. O da bizə 12 olmuş olacaqdır. Bunu biz deməli 4-ə vurmalıyıq. Buradakı qiymətlə 3-ə vurmalıyıq. Sadəcə bərabərliyin sağ tərəfini 4-ə vurmuşuqsa, onda sol tərəfdə 4-ə vurmalıyıq. Onda buranın da eyni qayda 3-ə vurmuşuqsa, burada 3-ə vurulmalıdır. Alırıq ki, 12B bərabərdir. Bunu vuranda bizə 15C, buranda vuranda bizə 8 dənə A vermiş olacaqdır. Bundan sonra isə biz bərabər eləyirik. Əmsalların əkobunu hesablayıb həmin qiymətin kamisinə bərabər eləyəcəyik. 120 olmalıdır. 120K qiyməti yazıram. Onda burada 120K-nı bölürəm 8-ə. A neçə olacaqdır? Bu 15K-nı verir. B olacaqdır buradan 10K, C də olacaqdır burada 8K.
Halımızda falan tətbiq edəcəyik. O indi sizlikdir. Bundan sonra bax bölünsün 2 bərabərdir B bölünsün 3 verilsəydi məsələn necə olacaqdı k-larla. Burada artıq çarpaz vurmalıyıq və yaxud da ki, daha qısa üsulumuz var. Bunu bərabər eləyirsən ki k-ya, onda A neçə olmalıdır? Məxrəcin k misli. Ki 2-lər ixtisar getsin, k-sı qalsın. Belə də eyni qayda 3k olmuş olacaqdır. Birbaşa məxrəcin k mislinə gətiririk. Bir də bunun 3 dənəlisi olanı da olur. Bəzən olur, bəzən özümüz gətirməli oluruq. Məsələn, biz indi gəlin özümüz gətirək. B bölünsün 5-dir, C bölünsün 7-dir. Bizə deyir ki, bu bizə natural ədədlərdir. Baxın, şərtdə belə verir. Daxil natural ədəd və ABC cəminin bizə ən kiçik qiymətini istəyir. Belə olan halda nə edirik? Biz bunların əslində bu hala da gətirə bilərik. Əmsallar şəklində, sonra əkobunu tapıb k-ya gətirək. Sadəcə o biraz misalı uzadacaqdır zaman olaraq. Yəni daha gec işləyəcəksiniz. Amma burada əmsallara baxıram 1, 1-dir, burada isə 2-dir. Mən elə bir şey eləməliyəm ki, hamısında misalı 1-ə gəlsin. O zaman nə edəcəyik? Hər tərəfi 2-yə böləcəm. 2-yə böləndə elə 1 alınacaq. 2-yə böləndə məxrəci 2 dəfə artırıram. Burada da məxrəci 2 dəfə artırıram. Bu kimi olmuş olacaqdır. Sonra isə məsələ nədir burada? 5 dəfə 2 nə eləyəcəkdir bizdə? 10. Buranı silək elə biz birbaşa 10 yazaq. 7 dəfə 2 bizə 14 verəcəkdir. Artıq bunları da k-ya bərabər eləyəndə uşaqlar, bunda sanki məxrəci 1-dir də. Burada getdiyimiz kimi eləyəcəyik. Yəni məxrəclərini elə birbaşa k misli yazacağıq. Olacaqdır A bərabərdir k-ya, B bərabərdir 10k-ya, C də bərabərdir 14k-ya. Bundan sonra isə bizə ABC cəminin ən kiçik qiymətini istəyir deyə k-lara 1 verirsiniz. A olacaq 1, B olacaq 10, C olacaqdır 14. K-larla da bu qədərdir. İndi keçək ədədin bölənlərinə. Hətta sıfıra bölünmədən başlayaq. Heç bir ədəd sıfıra tam bölünmür. Ümumiyyətlə sıfıra bölünmə əlaməti yoxdur. Çünki bu şəkildə yazsaq əgər bu məxrəcə düşür və məxrəci sıfır olmasının bir mənası yoxdur. Ona görə deyəcəyik ki, heç bir ədəd sıfıra tam bölünməyəcək. 1-ə bölünən ədədlər hansılardır? Deyəcəyik ki, istənilən ədədlər 1-ə tam bölünəcəkdir. Bəs 2-yə bölünmə əlaməti nədir uşaqlar? 2-yə bölünmə əlaməti olacaqdır. Son, baxın, bu 2 üstündə 1 deməkdir. Son bir rəqəmi 2-yə tam bölünməsindən söhbət gedir. Məsəl üçün 10 olar. 10 sonu 0-la bitir, 0 2-yə tam bölünür. Bu da o demək ki, onun özü 2-yə tam bölünəcəkdir. Bəs bu arada 2-nin qüvvətlərində hamısında gedişat belə olacaqdır. Bəs 3-ə bölünmə əlaməti necədir? Deyəcək ki, rəqəmləri cəmi, məsəl üçün 315 verilibdir. Rəqəmləri cəmi əgər 3-ə tam bölünürsə, ədədin özü də 3-ə tam bölünəcək. 4-ə bölünmə əlaməti necə olacaq? 4-ün özü 2/2 demək. Yəni, son 2 rəqəmi 4-ə bölünməsi deməkdir. Məsəl üçün, 364 qiyməti. Son 2 rəqəmi 4-ə tam bölünürsə, ədədin özü də tam bölünmüş olacaqdır. Bəs 5-ə bölünmə əlaməti nədir? 5 ilə 2 oxşardır. Bunun qüvvətinə baxırıqsa, bunun da qüvvətinə baxırıq. Deyəcək ki, son bir rəqəmi 5-ə bölünsün. Son bir rəqəm 5-ə bölünən rəqəmlər hansılardır ümumiyyətlə? 0 ilə 5 qiymətidir də. Ona görə deyirik ki, məsəl üçün aşağı siniflərdə əzbərləyik ki, 0 və ya 5 ilə bitirirsə, bu o demək ki, 5-ə tam bölünəcəkdir. Bundan əlavə, 6-ya bölünmə əlaməti artıq mürəkkəb olduğu üçün biz deyirik ki, bunu sadə qruplara ayırmalıyıq. Yəni 2/1 ilə 3/1-ə. O demək ki, son bir rəqəm 2-yə bölünsün və rəqəmləri cəmi 3-ün özünə bölünsün. 7-nin bölünmə əlaməti lazım deyil, 8-in bölünmə əlaməti 2/3 olmuş olacaq. Bu o demək ki, son 3 rəqəmi əgər 8-in özünə bölünürsə, ədəd də 8-ə tam bölünmüş olacaq. Bəs 9-a bölünmə əlaməti 3/2-dir deyə, 3-ün qüvvətidir deyə, 3-də biz demişdik ki, rəqəmləri cəmini əgər 3-ə bölünürsə, onda eyni qayda rəqəmləri cəmi 9-a bölünürsə deyəcəyik. Bəs 10-a bölünmə əlaməti nədir? 10-a bölünmə əlaməti sonu 0-la bitən ədədlər 10-a tam bölünəcəkdir. Bu niyə belə olur uşaqlar? Onun özü 2 və 5-lərdən ibarətdir də. 5-in bölünmə əlaməti, bu ikisi də son rəqəmə baxırıq əlamətlərdə. 5 sonu 0 və ya 5 olmalıdır. 2 sonu cüt olmalıdır. 5 cüt deyil deyə artıq sonu 0-la bitənlər ona tam bölünmüş olacaqdır. Bəs yaxşı, bir də bir şey deyim. 3-ə bölünmə ilə 9-a bölünmədə belə bir xassa var. Əgər, məsələn, siz ədəd verilibdir sizə, 415 məsələn, deyək ki, bunu 3-ə böləndə qalıq neçə eləyəcəkdir? Bunu sürətli tapmaq üçün və ya 9-a böləndə fərq yoxdur. Sürətli tapa bilməyimiz üçün rəqəmlərini toplayırıq və bölürük elə 3-ə və ya 9-u istəyirsə 9-a. Oradan alınan qalıq elə ədədin özü həmin ədədə bölünəndə alınan qalığa bərabər olmuş olacaq. Oldu? Yəni, eyni ifadə olacaqdır. Bu, biraz daha sürətli olacaq. Bir də bizə misallarda necə düşür? Bizə deyir ki, məsələn, 2 tip misalları var burada da. Biri dəyişənlərlə, biri də ədədlərlə. Dəyişənlərlə necə olur? Deyir ki, n ədədimiz var. 5-ə bölünməsindən alınan qalığı, məsələn,
3-dür. Və deyir ki, bizə n kvadratı çıxılsın 4n üstə gəlsin 8 qiymətinin ifadəsinin 5-ə bölünməsindən alınan qalığı tapın. İkinci tip misal necə olacaqdır burada bəs? Biz deyəcəyik ki, burada məsələn ifadə veribdir. Deməli, burada məsələ nədir? Bizə burada da deyir ki, məsəl üçün bu ifadənin 5-ə bölünməsindən alınan qalığı tapın. İndi bunu hesablasanız çox böyük olacaq. Hətta bunu hesablaya bilməyəcəksiniz. Yəni 2-yə vur falan, yəni nə qədər vaxt aparacaq. Onda necə edirik? Birinci gəlin bu sağ hissədən baxaq. Dəyişən olanda siz yerinə qiymət də qoya bilərsiniz uşaqlar. Ən kiçik ədəd 5-ə bölüb 3 alıb da bu hansı ədəd ola bilər? Elə ən kiçik 3-ü qoyaq. Yəni qalığın özünü qoyaq. Deməli 3 imiş. Onda 3-ləri yerinə yazırsınız. 3-ün kvadratı çıx 4 vurulsun 3 üstə gəlsin 8. Olacaq 9 çıxılsın 12 üstə gəlsin 8. Bura verəcək bizə nə? Mənfi 3 üstə gəlsin 8. O da bizə 5 verəcək. 5 ilə 5-ə bölünəndə qalıq qalmır deyə deyəcək ki, bu ifadənin qalığı nə olacaqdır? 0 eləmiş olacaqdır. Təbii ki, 5-ə bölünməsindən alınan qalığı. Bəs burada necə olacaqdır? Burada hər birisinə ayrı-ayrılıqda 5-ə bölürsünüz və yaxud da deyilən ədədə bölürsünüz və ədədləri silib sadəcə qalıqlarını yerinə yazırsınız. Çünki sizə lazım olan qalıqdır buna görə. Qalıqları yerinə yazandan sonra da ağdakı toplama, möhtərizə, kvadrat çıxaq hamısı yerində qalacaqdır. Burada qısa üsulumuz nədir? 5-ə bölünmədə qalığı tapmaq üçün son rəqəmlərinə fikir verirsiniz. 5-dən kiçiksə elə özünü götürürsünüz, 5-dən böyüksə 5 çıxıb yazırsınız. Məsələn 2-dir. Elə 2 5-dən kiçik olduğu üçün qalığı 2 olacaq. Üstə gəlsin. Qalıq, hətta bunu gəlin dəyişək, qoy qalsın yerində. 2 olsun. Kvadratı, burada 2 qalmışdı. Burada 6 şu 5-dən böyükdür. Onda mən yerinə yazıram nəyi? 5-i çıxıram. 1 eləyəcək, çıxılsın 1 yazacağım. 2 üstə gəl 2, 4. Kvadratı 16, 1 çıxanda 15 eləyəcək. İndi bu ifadə əgər 5-dən kiçik olsaydı, yəni yekun cavabınız, qalıq o olur. Amma 5-dən böyük olanda təzədən 5-ə bölürsünüz və qalığı tapırsınız. O da görür ki, tam bölünür. Qalıq neçə oldu burada? 0 olmuş olacaq. Əgər A bölünsün B bərabərdir C, qalıq D yazırıqsa əgər, belə olan halda A nəyə bərabər? Yəni bölünən nəyə bərabərdir? Natamam qismətlə qismət nədir? Şərtdə natamam qismət deyilibsə, bilin ki, orada qalıq var. Natamam qismət yox. Eləcə qismət deyilirsə, onda qalıq yoxdur. Natamam qismət qalıq olduğu zaman deyilir. Oldu. Niyə? Çünki elə bir tam bölünməyibsə, natamamdır ona görə. İndi A bərabərdir burada nəyə? Böləni vuruq natamam qismətə, üzərinə də qalığı gəlirik. Bu gedişatı unutmayaq. BC üstü gəlsin D formasında olmuş olacaqdır. Bundan əlavə bir də həmişə yadımızda saxlayaq ki, bölən həmişə qalıqdan böyük olmalıdır. B böyük olmalıdır D ifadəsindən. Bir də belə bir şey var idi bölünmə, yəni qalıqlarla bağlı. Məsələn, A ifadəsi verib 1 vurulsun. Üzərinə məsələn 7 gəlib. Deyir, bu ifadənin, məsəl üçün deyirik, 42-yə bölünməsindən alınan qalığı tapın. Bunları ayrı-ayrılıqda vurma hissələrində bir baxırsınız. Toplama elə bir sanki toplama çıxma bunu ayırır. Və yaxud da möhtərizə kvadratları, möhtərizə. Yəni sadəcə vurmaları bir yerdə baxa bilirik. İndi bunun 42-yə bölünməsindən alınan qalıq nə eləyəcəkdir? Bunu 42-yə bölsək, qalıq nə eləyəcək? 6 ilə 7. Bəli, bununla 6 ilə 7 ixtisar edəcəkdir. Və bunlar vurularkən tam bir qiymət qalacaq. Yəni məxrəcdə ədəd qalmadı deyə, bu o demək ki, tam bölünür. Deməli, bu hissəsi tam bölündü. Qalıq da elə birbaşa 7 olacaq. Niyə? Çünki 42-dən kiçik qiymətli deyə. 170 neçə olsaydı, həmin qiyməti biz 42-yə bölərdik artıq. İndi keçirik biz əbab əkob hissəsinə. Deməli, bizə nə lazımdır birinci? Sadə vuruqlara ayrılışır. Məsələn, 12-dir. 2-yə böldük 6, 2-yə böldük 3, 3-ə böldük 1 formasında oldu. İndi məsələ nədir? Bunları sadə vuruqlara ayırarkən həmişə biz ən kiçik sadə vuruqlardan həmişə başlayıb sayırıq. Məsələn, 12 2-yə bölünürmü? Bölündü. 6 2-yə bölünürmü? Bölündü. 3 2-yə bölünür? Yox. Onda keçdik sonrakına və bu qaydada bölürük. Sadə vuruqlara ayırdıq. Bəs yaxşı, bununla bağlı bizə nə suallar düşə bilər? Məsəl üçün, n bərabərdir a üzəri n, vurulsun b üzəri n, vurulsun c üzəri k şəklində olsun. Deməli, bizə deyə bilər ki, 12-nin neçə dənə sadə, bu arada bunun kanonik şəkildə gəlin yazaq. 12 bərabərdir 10. 2 vurulsun 3-dür, bərabər 2 üstü 2 vurulsun 3 üstü 1-dir də. Neçə sadə vuruq elə bu hissəyə baxaq. Neçə dənə sadə vuruğu var bunun? 3 dənə olmuş olacaq. Necə tapdıq? Qüvvətləri toplayaraq. Deməli, sual versə ki, bizə neçə sadə vuruq var? Cavab olacaqdır qüvvətdəkilərin cəmi. N üstü gəlsin, k şəklində olacaq. Bəs desək ki, neçə müxtəlif sadə vuruğu var? Müxtəlif deyəndə artıq bu altdakıları sayırsınız ki, neçə dənə vuruq olacaqdır. Elə hərəsindən bir dənəsini sayırsınız. Məsələn, 12-də artıq
2, bir də 3 olmuş olacaqdı. 2 dənə sayacağıq. Məsələn, burada 3 dənə olmuş olacaqdı. Başa düşdükmü bu hissəsini? Əla. Deyək ki, neçə sadə böləni var. Neçə sadə bölən deyəndə yenə də neçə müxtəlif sadə vuruqla eyni qayda olacaqdır. Neçə müxtəlif sadə vuruq, neçə sadə bölən, neçə müxtəlif sadə bölən, üçündə də cavab eyni olur. Məsələn, burada 12-nin neçə sadə böləni var? 12 2-yə bölünür, 12 3-ə bölünür. Təkrarlanmaları saymıram. Niyə saymıram? Çünki sonsuz doğru davam eləyər də 12 böl 2, 12 böl 2, 12 böl 2 sonsuza gedir. Məhdudiyyət yaranmayacaq. Neçə sadə bölən var deyəndə 2 dənədir bu misal 12 üçün. Neçə müxtəlif sadə böləni var desək, yenə 2 dənə olmuş olacaqdır. Dəyişməyəcəkdir. Bəs yaxşı. Bunun neçə natural böləni var desək, deməli, burada 12-ni biz 1-ə bölə bilirik, 12-ni 2-yə bölə bilirik, 12-ni məsələn 3-ə bölürük, 4-ə bölürük, 6-ya və 12-yə bölürük, düzdür? İndi biz burada hər səfərində oturub sayası deyilik ki, məsələn, bu kiçik ədəddir deyə saydıq ki, hə, 6 dənə oldu. Amma böyük bir ədəd olanda artıq natural bölənlərini axtarsaq çox vaxtımız gedəcək. Onda nə edirik biz? Onda biz qüvvətlərini n plus 1 bir vayda artırıb bir-birlərinə vurmuş olacağıq. Bizim misalımız üçün, məsəl üçün burada qüvvətlərini bir vayda artırırıq. 2 olacaqdır 3, 1 olacaqdır 2. 3 dəfə 2 bizə 6 verəcək. Bu demək ki, 6 dənə bunun natural böləni var. Hətta Instagramda bunu qoymuşuq da, bunun niyə üzərlərinə bir gəlib sonra vururuq. Yəni izahı var orada, ətraflı. İndi keçdik bir də nəyə? Neçə müxtəlif, neçə tam böləni var. Tam ədədlər nə idi uşaqlar? Tam ədədlər demişdik ki, naturalların əksi, yəni işarəsinin dəyişməsi, bir də 0 olan ədədlərin hamısı həmin çoxluğa biz tam ədədlər çoxluğu demiş olacağıq. Bu natural ədədlərin özü də tam ədəd olduğu üçün bunlar olacaqdır. Əlavə olaraq nələr olacaqdır bəs? 12 bölünsün -1, 12 bölünsün -2, sonra -3, sonra -4. Yəni həmin sayı qədərdir. Sadəcə məsələ nədir? Bunun özünü də götürürük. Bir də mənfilərini də götürürük. Bu kimidir. Burada da 6 dənə olduğu üçün 6, 6, 12 dənə eləmiş olur. Düsturla necə olacaqdı? Eyni düsturdur. Sadəcə bir dənə 2-yə vurmuş olacaq buradan. Yəni bu ifadədən 2-yə vursaq həqiqətən də 12 alırıq. 6, 6 yenə də 12-ni verir. Bir dəyişən, yəni fərqli bir şey almayacağıq. Bir də burada nə var? Özündən kiçik və özü ilə qarşılıqlı sadə olan ədədlərimizin sayı düsturu var. Gəlin birinci sadə ədədləri biz bildik də, 2 dənə böləni olsun, 1 və özü. Bəs neçə qarşılıqlı sadə ədədlər nə olacaqdır? Qarşılıqlı sadə ədədlər deyəcək ki, biz heç bir ortaq vuruğu olmasın birdən başqa, yəni natural olaraq. Məsəl üçün, biz hansıları misal çəkərik? Ardıcıl natural ədədləri, 5 ilə 6, 7 ilə 8 və ya bir istənilən ədədlə qarşılıqlı sadədir. Hətta 4 dənəsi demək olar ki, hər səfərində şərti ödəyir. Bir istənilən, yəni belə deyək də, bu sırf qaydası deyil. Yəni misalda məsələn bu 4 dənəsindən bir əlamətini görsəz, bilin ki, bu qarşılıqlı sadədir artıq. Əgər bu 4 dənəsindən biri deyilsə, siz oturub onun sadə vuruqlarına ayırmalısınız. Birinci qaydamız. Bir istənilən ədədlə qarşılıqlı sadədir. İkinci qaydamız. Ardıcıl natural ədədlərin hər birisi qarşılıqlı sadədir. Ardıcıl tək ədədlərimizin hər birisi qarşılıqlı sadədir. Bir də hər ikisi sadə ədəddirsə, onda bunlar da qarşılıqlı sadə olacaqdır. Yalnız bunlardan mübarətdir, yenə deyirəm, yox. Məsəl üçün, 27 ilə 16. Yəni, bu 4 dənəsindən heç birindən qaydasına uyğun gəlmir, amma 27-nin içərisində 3 vuruqları var. 16-nın da içərisində yalnız 2 vuruqları var. Deməli, bu qarşılıqlı sadə olacaqdır. İndi gəldik biz nəyə? Bizim misalımızda dedik ki, bizə, yəni birinci qaydasında deyildi ki, bizə özündən kiçik, qarşılıqlı sadə olan ədədlərin sayı düsturu. Misallarda belə vermir. Yəni, bunun adı da biraz qarışıqdır da, adam yadında qalmır. Yəni, nə işə yarayır? Gəlin ona baxaq. Misalda bizə deyir ki, məxrəci 12 olan neçə ixtisar olunmayan düzgün kəsir var? Neçə ixtisar olunmayan düzgün kəsir? Nə dedi bizə? Düzgün kəsir o demək ki, bu x dəyişəni 12-dən kiçik olacaq. İxtisar olunmayan o demək ki, heç bir ortaq vuruğu yoxdur ki, ixtisar olunur. Yəni, qarşılıqlı sadə ədədlərdir ki, ixtisar olunmurlar. Bu arada mən səhv dedim orada. Neçə düzgün olan ixtisar olunmayan kəsir var. İxtisar olunmayan o demək ki, qarşılıqlı sadədirlər artıq. Yəni, 12-dən kiçik olsun və özü ilə də qarşılıqlı sadədir olsun. Bunlar hansılardır? Gəlin belə özümüz tapaq. 1 istənilən ədəddən qarşılıqlı sadə idi. Sonra 2-də 5-i götürəcəyik. Sonra 7, 9 da olmayacaq, 10 da 11-də. 11 olacaq. 12-nin özü də zaten götürməyəcək, həm də bir-birlərinə tam bölünərdirlər də.
Bunların hər birisi məsəl üçün sürətli 1 yaza bilərəm, 5 yazaram, 7, 11 yazaram ki, bunlar düzgün kəsr olacaq və ixtisar olunmayan olmuş olacaq. Misalın şərtində belə olanda düstura girəcəyik. İndi ədəd kiçik olduğu üçün biz tapdıq. Bəzən bunu mexaniki səhv edirik, nəyisə itiririk və onunla da cavab alınır. Düsturumuz necədir? Ədəd vurulsun, mötərizə içərisində 1 çıxılsın, 1 bölünsün, düstur kimi həmişə var. Fikir verin, yuxarıdakı düsturlarda həmişə qüvvətdəkilərlə işlədik. Amma ən axırda isə biz bu ABC-lərlə işləyəcəyik. 1 bölünsün A, vurulsun, 1 çıxılsın, 1 bölünsün B, vurulsun, 1 çıxılsın, 1 bölünsün C ifadəsi olmuş olacaq. Gəlin misalımızı tətbiq edək görək, həqiqətən də 4-ü alırıqmı? Deməli, 12, yəni ədədi vuracağıq biz. Deməli, 1 çıxılsın, 1 bölünsün, burada 1 çıxılsın, 1 bölünsün 2, bir də 3 olmalıdır. Bunu da qısa üsul deyim, 12 vurulsun, məxrəcinin bir vaid azı həmişə alır. Yəni 2-də 1, vurulsun 3-də 2 olacaq. 2-lər ixtisar gedir, 12-yi 3-ə bölürəm, 4 alınır. Həqiqətən 4 dənə idimi? 4 dənə idi, bəli. Deməli, cavabımız düz almış olacaq. Bu da oldu bizim sadə qruplara ayırma ilə hansı tip suallar ola bilər? Yəni, bunlar da. Yəni, əsasən nə düşür sizə? Bir dediyim kimi, bu hissəsi məsələ olaraq düşür. Bir də ki, neçə sadə vuruq var deyir ki, neçə də natural böləni var deyir. Yəni, onda qüvvətlərin bir vaid artır vurmalısınız. Birinci Əbu-Bakırın hesablanmasını sizə deyir. 12-18 məsələsini gəlin hesablayaq. Dədə baba üsulumuz, yəni qaydamızda necə olubdur? Birinci, sadə vuruqlara ayırırıq 12-18 şəklində. Sonra, bunu 2-yə bölürük biz 6 edir, 2-yə bölürəm 3, 3-ə bölürəm 1. 2-yə bölürəm 9, 3-ə bölürəm 3, 3-ə bölürəm 1. Bundan sonra isə hər ikisində olanları ya dairəyə alırsınız, ya üstə gələk edirsiniz, fərq yoxdur. Burada məsələn üstə gələklərini qoyduq, 3-də də üstə gələklərini qoyduq. Başqası da yoxdur artıq. İndi, bura qədər gedişatımız Əbu-Bakırda ikisində də eynidir. Əbu-Buda nə edirik? Ən böyük deyiləndə hər ikisindən də kiçik qiymət alır. Ən kiçik deyiləndə isə hər ikisindən də böyük bir qiymət alınmış olacaqdır. Əslində, açılışları nədir? Ən böyük ortaq bölən. Burada isə ən kiçik ortaq bölünəndir. Sadəcə yenə deyirik, misalda rastımıza çıxanda çaşmamaq üçün nə edirik? Ən böyük deyəndə cavab kiçik olmalıdır, ən kiçik deyəndə isə cavab böyük bir qiymət almalıdır ikisindən də. Yəni, məsələlərdə verir qiymətləri və siz bilirsiniz ki, Əbu-Bakırı hesablamalısınız, amma bilmirsiniz ki, Əkob hesablayasınız, yoxsa Əbu hesablayasınız. Onda fikirləşin də. Məsələ olur ki, otağın eni uzunluğunu verir, sonra metlaq məsələ olmaq istəyir, metlağın eni uzunluğunu verir. Deyir ki, bunun uzunluğunda nə qədər olacaq və yaxud da enində nə qədər olacaq və yaxud da ki, nə bilim, bağ sahəsində ağaclar əkmək istəyirlər. Eyni qədər məsafələrlə en uzun verilir falan filan. Yəni, belə məsələlərdə fikirləşin ki, alacağınız qiymət kiçik mi olmalıdır, yoxsa böyük mü olmalıdır? En uzunluq verilibdirsə, alacağınız cavab otağın həcmindən böyük olmalı deyil də. Yəni, eni 3-dürsə, siz 10 ala bilməzsiniz də. Yəni, gedir o qonşu evə gəlib çıxır da, yəni alınmır. Ona görə artıq siz məntiqi başa düşdünüzsə, kiçik qiymət almalısınız. Onda nəyi hesablayacaqsınız burada? Əbobu hesablayacağıq. Deməli, bura qədər gedişat eynidir. Əbobu tapanda nə edirik? Üstəgələkləri götürürük və bir-birlərinə vururuq. Bir dənə ədəd seçirsiniz, ya 12-ni, ya 18-i. Üstəgələklərini vurursunuz. 2 dəfə 3 neçə elədir? 6 eləmiş oldu. Bunu da vurub hesablamayın da, yəni onda səhv olacaqdır, olmaz. Əkobda isə siz ən böyük ədəd götürürsünüz, digərində üstəgələk qoymadıqlarınıza vurursunuz. Məsələn, burada bir dənədir deyək, 2-yə vurursunuz. 18-i 2-yə vurduq, 36. 5 də olsaydı məsələn, onda siz 18-i 2-yə vurub, sonra 5-ə vurmalıydınız artıq. Birazdan qaydalarda biz nəyi istifadə edəcəyik? C dəyişənini istifadə edəcəyik. C ortaq olmayanların hasilidir. Məsələn, burada ortaq olmayanlar hansılardır? 2 ilə 3-dür. 2 vurulsun 3 olmuş olacaq. Bir də bunun sürətli versiyası var. Yəni, biri var sadə vurğulara ayır, üstəgələk qoy, orada Əkob hansıdır, Əbu hansıdır, onu hesabla. Bir də nədir? Ədədləri gördünüz. Tez kəsr formasını yazırsınız, 18-12. İxtisar aparırsınız, 6-ya məsələn gedir. İndi 2-yə də belə biraz, fərq yox. 6-ya ixtisar gedir, 3-də 2 qalır. Bundan sonra ixtisar var burada. İxtisar olunmayana qədər davam edirsiniz. Sonrasında isə Əbu-Buda görürsünüz, bu necədir burada? Yumru gedir də bu hissəsi, düzdür? Yumru gedir bu formada. Onda bir dənə yumru çəkirsiniz, 12-dən 2-yə neçə dəfə azaltdı? 6. Həqiqətən də 6 oldu. Bəli. Bəs Əkobda necə idi? 2 hərfi burada bu şəkildə xətt formasına gedir də elə. Onda çarpaz vurursunuz. 18-i 2-yə vurursunuz, 36 eləmiş olacaq. Bu da sizin qısa üsulunuz olacaqdır. Amma ki, sizə 3 dənə dəyişən verəndə, məsələn, buradan da 30-u versəydə gəl içərisində, 30-a versə, siz bu formada yazmalısınız. Çünki bu şərt ödəməyəcək o zaman. Siz artıq 3-ün üstündə yazarsınız, üstə gələklərindən falan oradan davam edəcəksiniz. Burada bir də 2 ilə 3-ü vursaydıq əgər son hissəsindəkilər, burada ixtisar getməyib. Niyə ixtisar getməyib?
Çünki ortaq olmayan sadə vuruqlarıdır. Məsələn, buradakılardır, 2 ilə 3-lərdir. Biz 6-lara ixtisar aparırıq da hər ikisini. 2 ilə 3, 2 ilə 3-ü vursaq, C ilə əldə eləmiş olacaq. Yəni, ixtisar elədiniz, son hissəsini vuranda elə ortaq olmayanların hasilini tapmış olursunuz. Deməli, əbab AB verilibdirsə əgər, sizə məsələn, misalda AB hasilini verir, C hasilini, C-nin də verir qiymətini və deyir, əbabu tap və ya əkabu tap, bu tipli suallar. Onda siz nə edəcəksiniz? Əbab taparkən kök altında ən böyük deyəndə kiçik olmalıdır deyə biz bunu azaltmalıyıq, C-yə bölürük. Ən kiçik deyəndə cavab lap böyük olmalıdır deyə böyütməliyik. Yəni, bir dənə də əlavə C-yə vurmalıyıq. Düsturumuz bu ikisi. Bu ikisindən istifadə edərək artıq digər hissələrini də əldə eləmiş olacaq. Yəni, məsələn, əkabu əbabu böləndə biz sadəcə C-ni əldə eləyəcəyik. Burada diqqət eləməli olduğumuz isə 2 dənədir. 1. Surətdə əkab olsun, aşağıda əbab. İkincisi, ədədlərimiz eyni olsun. Bəzi misallarda 10, 12, 12, 14 verir. Onda siz hesablamalısınız və bölməlisiniz onları. Yəni, bunun başqa bir versiyası olmayacaqdır. Belə olan halda nə edəcəyik bəs? Elə bu ikisini vuranda bizə C-ləri ixtisar gedir. A kvadrat, B kvadrat qalır kök altında. Oradan da çıxır elə AB hasili. Yəni, 2 ədədin ikisini vurmalısınız. Burada da diqqət eləməli olduğunuz nədir? Əkab əbab olsun və ədədlərimiz eyni ifadə olsunlar. Çünki 10, 12, 12, 12, 20 falan olmayacaq da, yəni şərt ödəməyəcək o zaman. Qısa gedişatlarımız var. Əgər A və B qarşılıqlı sadədirlərsə, əbab AB-si verəcək bizə kiçik olmalıdır deyə 1-i, əkobda isə verəcəkdir bizə hasillərini. Məsələ nədir? Bunlar qarşılıqlı sadədirlər deyə heç bir ortaq vuruğu yox idi birdən başqa. Elə o 1-i biz buraya yazırıq. Qarşılıqlı heç bir ortaq vuruğu yoxdursa, yəni üstəgələkləri yoxdursa burada, o zaman mən 18 ilə 12-yə vurmalıyam ki, artıq əkabu tapa bilim də. Yəni gedişat əslində siz bu qaydanı bilməsəz də, yəni bu cür sadə vuruqlara ayıraraq yenə cavab ala bilirsiniz. Sadəcə siz sadə vuruqlara ayırıb bir də cavab almağa elə bir vaxtınızı daha çox sərf eləməyəsiniz deyə belədir də. Yəni qarşılıq sadədirsə qısaca götürün əbab 1, əkabu da hasilidir. A məsəl üçün olsun 2n, B də olsun bizdə 2n plus 2. Ardıcıl cüt ədədlərimizdir. Onda nə olacaqdır? Əbab olacaqdır artıq biz bilirik ki, bütün cüt ədədlər 2-yə tam bölünür. Yəni, ortaq böləni tapırıq ki, biz 2-dir. Bəs əkabu nə verəcəkdir burada? Əkab da həmən aşağıdakindən eynidir. Sadəcə vurandan sonra biz, A-nı B-yə vurandan sonra bir də 2-yə bölməliyik ki, şərtimizi ödəsin. Çünki hər ikisindən 2 var idi ona görə. Bir-birlərinə tam bölünürlərsə, bu zaman burada həmişə misalda sizə deyir ki, A, B-nin bölənidir. Məsələn, burada deyəndə nə deməkdir? A, B-nin bölənidir deyəndə bu formada olacaq. A, B-nin bölənidir. Və yaxud da ki, B, A-nın bölənidir. Başqa nə deyə bilir? A, B-nin bölünənidir. B, A-nın bölünənidir. Bölünən birinci gəlir. Bunları bir dənə diqqət eləyəsiniz. 4 dənə cümlə deyə bilər. 4-ünü də dedik. Belə yazandan sonra siz həmişə müqayisə edirsiniz. Məsəl üçün, bu formada verilibdir. Onda A, B-dən böyükdür. Sağdakı formada versəydi, B, A-dan böyük olacaqdı. Yəni, həmişə birinci tərəfi böyük olmalıdır. Bundan sonra isə əbab verilsəydi əgər, əbab AB, o zaman biz buradan ən böyük deyəndə cavab kiçik olur deyə kiçik tayını götürürük, yəni B-ni. Əkab olanda isə biz artıq oradan böyük olan tayını götürürük, yəni A-nı. Məsəl üçün, misalda necə verə bilər? Verər ki, əkab 12-24-ü hesabla. 24 12-yə tam bölünür deyə biz artıq ən kiçik deyəndə cavab böyüyünü götürməliyik, yəni 24-dür. Əbab olsaydı artıq 12-ni götürmüş olacaqdıq. Başa düşdük bu hissəsini? Əla. Natural ədədlər hissəsi bu qədərdir.